Ən yaxın rəfiqəmin xınasına gedirəm, gəlin birlikdə hazırlaşaq. Artıq duş almışam, üz maskamı da eləmişdim, indi isə saçımı quruduram. Saçımı qurutdum, indi isə makyaja keçəcəm. Həm saçımı, həm də makyajımı evdə özüm eləmək istəyirəm. Görək necə alınacaq. Əvvəlcə qaşlarımı sabitləməkdən başlayıram. Bunun üçün isə Golden Rose'un belə bir qaş sabitləmə gelindən istifadə edirəm. Niyəsə belə özəl günlərdə salondan çox evdə özüm hazırlaşmaq daha çox xoşuma gəlir. Əvvəl yanına gedib çox razı qaldığım vizajistlər olub, ancaq düzün demək lazımdırsa salon ortamını çox da bəyənmirəm. Özümü rahat hiss eləmirəm orada deyək. Ona görə də qərar verdim ki, özüm hazırlaşım. Nəmləndirici olaraq CeraVe'nin bu nəmləndirici kremindən istifadə edirəm. Ölçüsü hədsiz böyükdür. Düzünü demək lazımdırsa ikinci dəfə alaramı yox. Amma hal-hazırda istifadə edirəm və narazı olduğum bir nüans yoxdur. Sadəcə mənə elə gəlir ki, istədiyim o nəm bombasını mənə verə bilmir. Üzüm bugün özəl gün olduğunu anlayıb və fərqli yerlərdə fərqli sızanaqlar var. Ümid edirəm ki, tonalni ilə bunları örtə biləcəyik. Nəmləndiricini tətbiq elədim. Biraz özünə gəlsin, daha sonra isə günəş kreminə keçəcəm. Günəş kremi olaraq isə Round Lab'dən istifadə edəcəm. Mən bu günəş kremini çox sevirəm. Üzdə qətiyyən ağlıq buraxmır, çox yaxşı yayılır. Biraz qoxusu mənim xoşuma gəlmir. Onun xaricində çox gözəl bir məhsuldur məncə. Baxın, saniyələr içində yayıldı, üzdə bir ağlıq falan buraxmadı. Ağır bir teksturası da yoxdur, su kimidir. Ona görə də çox sevirəm bunu. Bazı olaraq Glotion'dan istifadə edəcəm. Bunu dəhşət çox sevirəm. Məncə üzə çox qəşəng parlaqlıq verir və makyajı çox qəşəng göstərir. İlk olaraq istəyirəm gözlərdən başlayım və NYX'in Bare With Me konsilerından istifadə edəcəm. Bu konsileri də çox sevirəm. Bilmirəm siz bu barədə nə düşünürsünüz, ancaq mən bəzi salon qiymətlərini görəndə şoka düşürəm. Xüsusilə də gəlin makyajlarını. 700-800 manat, bilmirəm, mənə çox mənasız baha gəlir. Bilirəm, indi məni qınayanlar olacaq ki, ən özəl gündür, həmin gün belə simiçlik eləmək lazım deyil falan. Təbii ki, hər kəsin öz seçimidir. Bəzi insanlar toy gününə həddindən artıq önəm verir. Ən azından mən belə düşünürəm və istəyir ki, hər şeyin ən gözəl olsun. Anlayıram bunu, ancaq bir neçə saatlıq üzümüzdə duracaq o makyaja o qədər pullar vermək mənə dəhşət çox gəlir. Ona görə də qərar vermişəm ki, həm həmin günün vizajist və salon havasını yaşamamaq üçün, həm də özümə xatirə qalsın deyə nə vaxtsa evlənsəm toy makyajımı özüm eləyəcəm. İndi deyə bilərsiniz ki, o qədər xərc çəkib toy eləyirsən, salona verməyə 400-500 və 700-800 manatın olmayacaq ya da bunu oğlan tərəf qarşılamalıdır falan. Ancaq mənə görə çox mənasız bir şeydir. Çünki böyük danışmaq istəmirəm, o zaman da bəlkə fikrim dəyişə də bilər. Ancaq hələ ki fikrim budur ki, bu yaxınlarda evlənsəm və ya nə vaxtsa evlənsəm, toy makyajımı özüm eləmək istəyirəm. Bu arada palet olaraq Morphe'nin bu göz paletindən istifadə edirəm. Çox sadə, hər gün istifadə ediləcək rənglər var. 2 dənə də belə zərli rəng var. Gözümün içi sələnir.